Salam hər kəsə, mən Fərid. Bugün sizə lokal şəbəkələrin router vasitəsilə birləşdirilməsini göstərəcəm. Deməli, keçən videodan ikinci bölümdən bizdə belə bir topologiya qalmışdı. 2 ədəd lokal şəbəkə və bunların IP adresləri də eyni idi. 192.168.1 və bu digərində də eyni IP adresi başlayırdı. Biz deməli bu lokal şəbəkələri əlaqələndirəcəyimiz üçün bunlar fərqli olmalıdır IP adreslər ki, qarşılıq paket göndərilən zaman qarşılıq olmasın. IP adreslər hər bir kompüter üçün yalnızca bir ədəd olmalıdır, hər biri üçün ayrı-ayrılıqda. Onun üçün gəlin belə bir şey deyək. 2 lokal şəbəkəni əlaqələndirəcəm mən. Sağ tərəfdə hub olsun, sol tərəfdə switch və bunları bir routerə birləşdirəcəm. Əvvəlcə gələk hub'ın IP adresini dəyişək, hub'a qoşulan cihazların IP adresini dəyişək. Deməli, neyiniyək buranı? 2 ilə olsun. Bura belə oldu. Sol tərəf hazırdır. Bizim də sağ tərəfin IP adreslərini işləyək. Bu olsun 2.2. .1 2.4 və axırıncısı 2.3. Biz burada default gateway-lərini işləyəcəyik. İşləməsək hansı problemlə qarşılaşacaq, onu göstərəcəm sizlərə. Deməli, IP adresi dəyişdik hub'da olan. İndi bir router əlavə edək, gələk. Network devices və router hissəsindən 4331 routerini seçdik. Deməli, routerumuz hazırdır, konfigurasiya edilməyib. Əvvəlcə bunun switchi və hub'ı hansı kabelinə birləşdirək? Copper crossover kabel ilə birləşdirək. Bunu seçək. Gigabit Ethernet 01 portunu 00'a birləşdirək. Eyni qaydada digərini, ancaq ki bunda fast Gigabit Ethernet portu yoxdur. Baxaq görək, modullarda var. Gigabit dəstəkləyən One Single Gigabit Ethernet. Baxın, aşağıdakı panelləri oxumamız kifayətdir. Hər cür məlumatı buradan ala bilirik. Gəldik buradan PT Repeater NM 1 CGE və burada aşağıda oxuyuruq. The Single Port Cisco Gigabit Ethernet Networks Module, yəni ki bu Gigabit Ethernet moduldur. Bunu gəlirik belə üstünə atırıq, biraz aralı qoyaq ki digərlərindən bu bizim Gigabit Ethernet portumuzdur. Bu portları işlətmirik, amma ki qalsın. Yenidən hub'ı aktiv hala gətirdik. Bağlayaq. Hub'ın konfigurasiya olması üçün biraz gözləyək. Yəqin ki hazırdır. Yenidən yoxlayaq. Artıq burada Gigabit Ethernet portumuz var. Gələk burada Gigabit Ethernet'ə bağlayaq. Deməli, statuslar hal-hazırda down'dur. Aktiv deyil. Bunları aktivləşdirmək üçün əvvəlcə bu router üzərindən konfigurasiya eləməliyik. Gələk buradan portları aktivləşdirək. Birinci port, bu hissə aktiv və bu hissə də aktiv. Burada hub, keçən videoda dediyimiz kimi avtomatik olaraq heç bir sorğu göndərmədən bu line up vəziyyəti gətirir, amma ki switch biraz gözləyir. Biraz qabaq çıxaq biz. İndi yoxlayaq görək. Bütün senaryoları təmizləyək. Birinci lokal şəbəkələri yoxlayaq görək, öz aralarında məlumat transferi uğurlu olur yoxsa yox. Successful. Bu da successful. İndi yoxlayaq. Deməli, bu kompüterdən fərqi yoxdur hansından olur olsun. Routerə məlumat gedirmi? Routerin alınmayacaq. Ya da birbaşa digər lokal şəbəkəni yoxlayaq. In progress, failed. Bunun səbəbi biz default gateway və router üzərindən konfigurasiya etməməyimizdir. Biz neyiniyək? Default gateway nədir? Göndərilən paketdə IP adresi məlum deyilsə, paketin göndəriləcəyi ünvandır. Biz bu ünvanı, məsələn, bu 4 kompüter üçün bir ünvan verə bilərik. Bir default gateway verə bilərik.
Default gateway-də məsələn bu yol olacaq. Bu gedəcək yol. Bu yola hansı yol deyək? 192.168.1 IP adresi altında olmalıdır. 1-in altında digərlər kimi. Məsələn, bunlar 1.1, 1.2, 1.3, 1.4 idi. Bunu deyək 1.254. Sonlardan verirəm. DNS server özü verməli idi. Niyə vermədi? Yox, verməli deyildi. Digərini qarışdırdım. Bu subnet maskına qarışdırdım. Bizim default gateway-imiz hazırdır. Bunu kopyalayaq, digər kompüterlərdə işləyək. Default gateway və settings, default gateway. Kompüterlərin default gateway hazırdır. Default gateway hazır olandan sonra burada baxırıq routerin konfigurasiyasına. Routerin konfigurasiyasında sizdə əgər bu port, məsələn, mən də göstərim. Routerin hansı portunun hansı istiqamətdə getdiyi göstərmirsə, buradakı kimi gigabit 000, gigabit 001. Gəlirik yuxarı, options, preference, always show ports labels in local workspace. Bunu aktiv hala gətirin. Aktiv hala gətirəndən sonra sizin işiniz daha da asanlaşacaq. Deməli, biz nə edirik? 000 portunu konfigurasiya edirik. IPv4 adresi verək. Bunun üçün bizim buradakı kompüterlərin default gateway adresindən istifadə edəcəyik. Həmin adresi buraya yazaq. Ctrl-V. Subnet mask öz avtomatik verəcək. İkinci hissə üçün də bunu 2 eləyəcək. Eyni qaydada olsun. Qarışıqlıq olmasın. İndi bunu kopyalayaq. Digər kompüterlərdə bu default gateway adresi verək. Və beləliklə bizim lokal şəbəkə artıq man oldu. Bu şəbəkəmiz aktiv halda olmalıdır, işlək vəziyyətdə olmalıdır. Bunu yoxlayaq indi görə işləyir yoxsa yox. Deməli, paket yollayaq, bunu silək əvvəlcə. Bu kompüterdən digərinə in progress, failed. Simulasiyadan baxaq görək niyə oldu elə bir şey. Switch-ə gəldi. Switch-dən routerə gəldi. Routerdən hub'a. Hub'dan bizə lazım olan cihaza. Geri hub'a. Router, switch. Successful oldu. Getimiz successful oldu. Yenə həmin problemlərdən birindən qarşılaşdıq. Real time-da işləmədi, simulasiyada işlədi. Və budur, biz 2 ədəd lokal şəbəkəni router vasitəsilə əlaqələndirdik. Axırıncı olaraq bu paketi göndərdim, ping göndərməyi də yoxlayaq. Məsələn, bu soldakı lokal şəbəkədən sağdakı lokal şəbəkəyə ping göndərməyini yoxlayaq. İşləyirmi? İşləməlidir, çünki bizim paketlərimiz gedirdi. Ping neçə deyək? 92.168 2.2 deyək. Biraz gözləyək, request timeout və reply gəldi. Artıq bir daha da yoxlayaq. Kontroldur. Yox. Məsələn, biz bunu normal öz CMD-imizdə yoxlasaydıq, bu limit, yəni limitsiz deməkdir. Davamlı olaraq göndərir paketi. Ancaq burada invalid komanda olaraq götürdü. Nəysə, işləyir serverimiz, hər şey hazırdır, hər şey qaydasındadır. Növbəti videoda da sizə DHCP protokolundan danışa bilərəm. Bu videoluk bu qədər. Sağ olun, növbəti videoda görüşənədək.